Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün 4-cü sinifdən modul 5 dərs 3-ün, yəni dövrlər dərsini izah edəcəyəm. Dövrlər dərsi demək olar ki, dövr alqoritmlə əlaqəli idi. Deməli, bu şəkildə sırayla baxaq. İlk öncə burada deyilir ki, alqoritm nədir? Alqoritmin nə olduğunu dəfələrlə demişik ki, alqoritm burada da yazılıb tapşırığın həlli üçün icraçının yerinə yetirdiyi əməllər ardıcıllığıdır. Buna nümunə olaraq göstərmişdik ki, məsələn, səhər yuxudan durub məktəbə gəlmək ardıcıllığı və yaxud da hər hansı bir yeməyi bişirmək ardıcıllığı və yaxud da robota verilən irəli addım at, sağa dön, sola dön, yükü götür və s. bu tipli əmrlər alqoritm adlanır. Sonra isə baxın, proqramın burada tərifi var ki, proqram alqoritmin kompüterə aydın olan yazılış üsuludur. Alqoritmin kompüterə aydın olan yazılış üsulu. Bəli. Yəni bizim məsələn alqoritmimizi biz blok sxemlə yazsaq, kompüter onu başa düşməz. Ancaq proqramlaşdırma elə bir şeydir ki, onu kompüterə başa salmaq üçün belə deyək. Deməli burada 2 dənə tapşırıq var. Birincisinə baxsaq, görərik ki, deməli burada irəli addım atmaq və 2 dəfə təkrarlamaq var. Burada isə yoxdur. Əslində ikisi də eyni şeydir. Yəni nəticədə burada baxsaq ikisində də eyni şey alınır. Düzdür, burada bir dənə müəmmalı bir şey var idi. Ancaq ki nəticədə eyni şey alınıb. Yəni bir dənə burada irəli addım at əksikdir, belə deyim. Sonra baxın, burada belə bir sual var. Deyir ki, spritein yerinə yetirdiyi proqramı nəzərdən keçirin. Spritein əməllərinin təsvirini davam etdirin. Burada yəni sözlə yazmaq lazımdır. Ancaq ki, dərsimiz dövr olduğuna görə dövrdə məlum məsələdir ki, təkrarlama deməkdir. Baxın, burada biz neçə dəfə təkrarla qoya bilərik və təkrarlan içərisinə nə qoya bilərik? Baxıram ki, salam sözü təkrarlanmır. Bu heç. Ancaq ki, baxın, növbəti libasla 1 saniyə gözlə təkrarlanır. Uşaqlara deyirəm ki, məsələn, burada neçə dəfə təkrarlanma var? Belə sayırlar. 1, 2, 3, 4. Ancaq bu tamamilə yanlışdır. Çünki niyə? Ona görə ki, axı növbəti libasla 1 saniyə gözlə eyni şey deyil. Onlar necə təkrarlanmış ola bilər? Burada təkrarlanan baxın bu hissədir. Bu 1 dəfə, bu hissə 2-ci dəfə. Yəni növbəti libasla 1 saniyə gözlə təkrarlanır. Orada ikisi eyni anda təkrarlanmış olur. Və burada bir dəqiqə. Deməli, burada da onun dövrünü deyir. Heç bir şey yoxdur. Baxın, burada mən bunu PDF kimi endirmişəm deyə görmür. Burada normalda qız rəqs eləyir. Qızın rəqs eləməsində baxın bu hissədə libaslarla göstərir. Deməli, qızın burada 4 dənə libası var. Birisində əlini belinə qoyub, o birisi əli havaya qalxıb, digəri ikincisi belə, üçüncüsü belə, dördüncüsü də bu şəkildə. Məlum məsələdir ki, biz kompüterdə o qızı məsələn rəqs et əmri yoxdur. Məsələn, mən rəqs et qoyum, o orada rəqs eləsin. Elə bir şey yoxdur. Bunlar hamısı libaslardır. Yəni libasdan mən danışmışdım ki, libas spritein, yəni həmin qızın müxtəlif duruşlarıdır, müxtəlif formalarıdır. Hansı ki, buradakı 4 dənə duruşa da baxsaq, hərəsi fərqli cürdür, ayaqları, qolları fərqlidir. Və bu libaslar ard-arda hərəkət elətdirəndə burada bu qız rəqs etmiş kimi görünür. Baxın bu şəkildə. Məsələn, təkrarla 5 dəfə növbəti libas 1 saniyə gözlə. Yəni ki, deyərsiniz axı burada 4 dənə libas var. 5 dəfə təkrarlayanda 5-ci libası hardan tapır? 5-ci libasda qayıdıb birincisi təkrarlanır. Yəni o şəkildə. Sonra 1 saniyə gözləni uşaqlara başa salmışam. 1 saniyə gözlə olmasa, o rəqs kimi görünmür. Onu kompüterdə də dəfələrlə göstərmişəm ki, 1 saniyə gözlə sözünü biz qoymasaq əgər, orada sanki hərəkətləri tez bir zamanda edir və heç bir şey biz anlamırıq. Ancaq 1 saniyə gözləyəndə hərəkətlər yavaş-yavaş olur və qız həqiqətən də rəqs etmiş kimi görünür. Məlum məsələdir ki, bu blok sxemdir və məlum məsələdir ki, blok sxemdə başlanğıc ən başda, ən sonda blok sxemlər şəklinə göstərilir. Dövrü alqoritmdir. Hardan tanıyırıq dövr alqoritmi? Baxın, buradakı 6 bucaqlı və təkrarladan bir də bu fırlanan oxlardan tanıyırıq. Sonra dövr alqoritm, baxın bunu dəftərə də yazmaq olar. Dövr alqoritm dövr ehtiva edən alqoritmdir. Ehtiva nədir? Yəni dövrü göstərən, belə dövr olan deyək də. Dövr alqoritm, bunu demişik də, biz əvvəl danışmışıq ki, dövr olan alqoritmdir. Hansı ki, dövründə biz təkrarla sözündən tanıyırdıq. Baxın, bu dövr alqoritmdir.
bu dövr alqoritmidir. Ancaq ki, bu hissədə dövr alqoritmin proqramıdır. Bu digər sağ tərəfdəki. Və yaxud da baxın indi bir şeyə. Burada dövr alqoritmidir. 5 dəfə təkrarlanıb. Məlum məsələdir ki, bu dövr blokudur. Burada isə onun proqramı var. Proqramda baxın başlanğıcın yerində bayraq kliklənəndə dayanıb. Yaşıl bayraq klikləndikdə. Təkrarla 5 dəfə, elə təkrarla 5 dəfədir. Növbəti libas 1 saniyə gözlə. Hamısı öz yerindədir. Son sadəcə yoxdur burada. Bir dənə son yoxdur. Baxın eyni şeydir. Bu növbəti libasla 1 saniyə gözlənir. Mən ikisini bir yerdə qoymuşam. Və təkrarlada bir şey var. Uşaqlar məsələn qarışdırırlar ki, burada təkrarla 5 dəfə, məsələn 5 dəfə növbəti libas, sonra 5 dəfə 1 saniyə gözlə. Yox. Növbəti libas 1 saniyə gözlə. Növbəti libas 1 saniyə gözlə. Hansı ki bu 5 dəfə yazılır. Yəni qayda bu şəkildədir. Bu dərsin izahı bu qədər idi. Tapşırıqlar da rahat idi dediyim kimi. Sağ olun. Görüşərik.